Quraqlıq riskindən fond tərəfindən təminat verilə bilməməsinin əsas səbəbi qanunvericilikdə həmin riskə təminatın nəzərdə tutulmamasıdır. Lakin gələcək dövrlərdə, yaxın perspektivdə həmin riskə təminat verilməsi nəzərdə tutulur ki, bununla əlaqədar artıq fondun mütəxəssisləri tərəfindən beynəlxalq təcrübənin araşdırılması həyata keçirilməyə başlanmışdır və müxtəlif xarici təkrar sığortaçılarla da danışıqlar həyata keçirilərək, yəni hökumətə müxtəlif paketlərlə, qanunvericilik təşəbbüslərindən çıxış ediləcəkdir. Mərmər bağacığı böcəyi ilə bağlı mübarizə tədbirlərinə gəlincə, bu hal karantin tədbirləri tələb edən vəziyyət kimi qiymətləndirilir. Bu səbəbdən zərərvericinin yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən mütəmadi olaraq preventiv tədbirlər görülür. Təsərrüfatlarda dərmanlama işləri aparılır. Yeri gəlmişkən, qeyd eləyək ki, bu il kənd təsərrüfatı sahələrində yağıntıların yaratdığı fəsadlar bir sıra fermerlərin məhsuluna ciddi ziyan vurub. Hazırda 26-cı il üzrə sığorta ödənişlərinin ümumi məbləği hesablanmışdır ki, təxminən 4,5 milyona yaxın artıq sığorta ödənişi ediləcəyi proqnozlaşdırılır. Yəni 4,5 milyonluq zərər fermerlər tərəfindən daxil olan müraciətlərə əsasən tanınmışdır. Bunlardan elə 1,5-ı dolu riski ilə münasibətdə, 1,1 milyon isə sel su basma riski ilə. Ümumilikdə 2,6 milyon manat yəni yağıntılarla bağlı zərərlərin qarşılanması gözlənilir ki, bu da sənədləri tam qaydasında olan, yəni aqrar sığorta fonduna sənədləri daxil olan fermerlərə həmin ödənişlərin həyata keçirilməsi təmin ediləcəkdir. Aqrar Sığorta Fondundan verilən məlumata görə, indiyədək 383 fermerdən ümumilikdə 77 min hektara yaxın əkin sahəsinə zərər dəyməsi ilə bağlı müraciət daxil olub. Müraciətlərin böyük hissəsi isə məhz yağıntıların yaratdığı fəsadlarla bağlıdır. Sel su basma nəticəsində ən çox zərər Quba Xaçmaz iqtisadi rayonundakı təsərrüfatlarda qeydə alınıb. Dolu ilə bağlı müraciətlər isə daha çox Qarabağ iqtisadi rayonundan daxil olub. Burada əsasən taxıl sahələri, eləcə də gilas, heyva, badam, şaftalı və digər meyvə bağlarının zərər gördüyü bildirilir.